Salam değerli izleyiciler. Hal-hazırda İsmayıllı rayonunun Kalınçaq kəndindəyik. Belə bir 15 sot torpaq sahəsini sizə təqdim eləyəcəm. Bu gördüyünüz ərazi buradan başlayır. Həyətindən 15 sot torpaq sahəsini satırlar. Bir sotu 1100 manatdan. Belə həyətində fındıq və qoz ağacları olan, burada da əkinçiliklə məşğul olurlar. Belə bir torpaq sahəsidir. Giriş buradan olacaq, yol buradadır. Bura İsmayıllı rayonu, Kalınçaq kəndidir. Buradan yol buradandır, giriş buradan veriləcək. Bu gördüyünüz hasar. Gəlin sizə hamısını tam göstərim. Buradan başlayır. Torpaq sahəsi davam eləyir. Bura qədər. Düz bucaqlı yerdir, düz yerdir. Bunlar hamısı fındıq ağacları və qoz ağaclarıdır. Digər sərhədi isə burada gördüyünüz bu çəpərdəndir. Ümumi sahəsi 15 sotdur. Sənədli çıxarışlıdır. Yaşayış təyinatlıdır. İnfrastruktur barədə məlumat verim sizə. Qaz yoxdur, yaxın gələcəkdə çəkilməyə planlaşdırılır. İşıq var, telefon xətti var. Su isə artizandır. Burada hal-hazırda bu torpağın yiyəsinin orada evi var. Oradan sizə bir xətt veriləcək. Belə bir ərazidir. Ev tikmək üçün çox əlverişli bir torpaq sahəsidir, düz torpaq sahəsidir, həyətində ağaclarla. Yəni bütün sərhəd boyu belə ağaclar əkilib və bu istiqamətdə də eyni ilə ağaclar əkilib və boş sahə də var ev tikmək üçün. Ətraflı məlumat üçün qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz. Bizimlə əlaqə saxlayıb gəlib yerində də baxış keçirə bilərsiniz. Belə bir torpaq sahəsi İsmayıllı rayonunun Kalınçaq kəndində. Dəstəyiniz üçün minnətdarıq. Videoları bəyənməyi, rəy yazmağı, kanala abunə olmağı unutmayın. Dəstəyiniz üçün hər kəsə minnətdarlığımı bildirirəm. Hər kəsə bol şans. Növbəti təqdimatlarda görüşmək ümidi ilə.